Salam mənim dəyərli izləyicilərim. Bugün ayın 11-i, 11-ci ay, saat 11-dir. Gəldim sizin qarşınıza. Nətərsiz? Allaha şükür ki, yaxşısınız. Məni də soruşsaz, mən də şükür yaxşıyam. Allah hər birinizdən razı olsun. Xanımlar, bugün bir dənə maraqlı video çəkmək istəyirəm. Salat videosudur. Yine istedim onu da sizlə bölüşüm. Amma çox təəssüflər olsun ki, tripodum başlığı qırıldı, əlimlə çəkəsi oldum, biraz narahatçılığı olacaq mənə. Amma yenə də çalışacağım, nəsə alındıra bilim inşallah. Xanımlar, demək salatım nədən ibarətdir? Çuğundur salatıdır. Sadəcə içinə müəyyən ingrediyentlər gedir. Xanımlar, burada bizim var gavalımız. Qəşəng onu doğramışam uzunsov. Burada var bizim töyuq ətimiz, töyuq filesi. Uzunsov doğramışam. Bu bizim çuğundurumuzdur. Bir ədəd çuğundurdur xanımlar. Bir parça töyuq ətidir, töyuq filesi. Bir 10 ədəd də gabalıdır. Qəşəng doğramışam, hamısını uzunsov. Bu bizim bir ədəd turşu xiyarımızdır. 3 diş sarımsaqdır, uzunsov doğramışam. 2 ədəd də yumurtadır. Burada da bir dəstə göyümüz var xanımlar. Cəfəri ilə şüyüd. Onu da qəşəng yuyub doğramışam. Burada da bir 6-7 ədəd də qozdur. Onu da qəşəng doğramışam. Hazır vəziyyətdə yenə həmişəki kimi qarşınıza gəlmişəm ki, vaxtımız çox getməsin. Nə sizin, nə mənim. Xanımlar, mən indi burada videomu dayandırıb, işlərimi görüm, necə lazımdır, hamısını sizlə bölüşəcəm inşallah. Burada nədir fərqli, xanımlar? Mən burada sarımsağı qızardıb tökəcəm salatın üzərinə. Bir də toyuğun sinə ətin. Bu ikisini qovurub tökəcəm salatımızın üzərinə. Fərqlilik odur ki, o qızardanda çox gözəl dad verir salata. Duru yağda qızardı, zeytun yağında. Tökəcəm, hamısını sizə göstərəcəm xanımlar. Sadəcə sizə nə qalır? Siz qəşəng bir dənə kofe ya çay dəmləyin, rahat oturun, belə çayınızı, kofenizi içə-içə, rahat-rahat mənim videoma baxın və yorumlarınızı yazın. Sizə xoş izləmələr arzulayıram, inşallah görüşəcəyik. Sarımsağımız qəşəng qovrulur xanımlar. Biraz zeytun yağı tökdüm, sarımsağı da tökdüm yağın üzərinə. Burada qəşəng qovrulsun. Sonra bunu götürəndən sonra töyuğun sinə ətini qəşəng burada qızardıb, qoğurub götürəcəm. Onu da sizlə bölüşəcəm inşallah. Xanımlar, töyuğun sinə əti də burada qoğurulur, qəşəng zeytun yağında. Bu da qoğurulsun, qəşəng salatımızı hazırlayanda görüşəcəyik inşallah. İzləmədə qalın. Filemizi də qovurdum, sarımsağımızı da. İndi başlayayım, ərzaqlarımızı töküm bu qaba. Yenə xanımlar, nəzərə alın ki, təkəllə eləyirəm. Üzrü sayın. Yumurtamızı tökək. Xiyar turşumuzu tökək. Gavalılarımızı tökək. Gavalı da ki, xüsusi dad verir bu salata xanımlar. Sarımsağı mən niyə qızardıram xanımlar? Sarımsaq qızaranda xırt-xırt olur. O da salatın içində o qədər adama ləzzət eləyir yeyəndə. Həm də çox dadlı eləyir salatı. Sarımsağımızı da tökdük.
Bu da bizim toyuğun sinə əti. Qəşəng bunu da bir balaca öldürüb qovurdum. Tökək salatımızın üzərinə. Yağı ilə bir yerdə. Göyərtimizi də tökək. Xanımlar, çox ləzzətli salatdır. Çox qəşəng salatdır. İstəyərəm ki, siz də hazırlayasınız. İndi mən bura gətirim duzumuzu, istiotumuzu tökək. Bir balaca duz töküm. Tripodun işləməməyi məni çox narahat elədi. Bilmirəm necə çıxacaq, səliqəli, səliqəsiz, üzürlü sayın. Xanımlar, gətirim indi bura. Biraz da duru yağ tökəcəm, zeytun yağı. Zeytun yağını da töküm, qəşəng qarışdırın, servis eləyim xanımlar. Hazır formada inşallah qarşınıza çıxın. Siz izləmədə qalın, abunə olun, like edin, yorumlarınızı yazın inşallah. Xanımlar, salatımı qarışdırdım qəşəng. Bir balaca zeytun duru yağı da tökdüm. Qəşəng qarışdırdım. Servis eləyib gəldim qarşınıza. Bu mənim salatımın hazır forması. Üzərinə də qoz ləpəsi, doğranmış qoz ləpəsi səpdim. Çox dadlı, qəşəng bir salatdır. Özdə dietik gedir. Məsləhətdir ki, siz də hazırlayasınız, nuş edəsiniz. Çox gözəl bir dadı var. Görünüşü də yəqin ki, xoşunuza gələr. Siz də hazırlayın, nuş edin. Göz haqqınızı halal edin. Yenə deyirəm xanımlar, çox gözəl rəylər yazırsınız mənim ünvanıma. Allah köməyiniz olsun. Çox razıyam hər birinizdən ayrı-ayrılıqda. Yenə belə davam eləyin. Fikirlərinizi yazın. Nə istəyir ürəyiniz məndən, mənə yazın. Mən də onları yerinə yetirim böyük məmnuniyyətlə. Allah can sağlığı versin hər birimizə. Arzularımızı həyata keçirək inşallah. Yenə deyirəm xanımlar, qəşəng oturun, izləyin mənim videomu. Fikirlərinizi yazın. Baxan gözləriniz ağrımasın, yazan əlləriniz ağrımasın. Allah hər birinizdən razı olsun. Allah hər birimizə ayrı-ayrılıqda can sağlığı versin. Elə belə işlərlə məşğul olaq. Gözəl mənzərələr görsün gözlərimiz. Gözəl xörəklər, salatlar hazırlayaq öz mətbəximizdə. Hər xanım öz mətbəxində xoşbəxt olsun. İçi biz qarışıq. Öpürəm sizi, özünüzdən müğayət olun. Allahın izni ilə görüşərik inşallah.